Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye həmdu sənalar olsun. Onun Resulü iki Cahan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salatu şerifler olsun. Allah'ın rəhməti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Əziz değerli kardeşlerim, bugünkü mövzumuz məscidimizə daxil olaraq, yəni məscidimizə aid olan və namazlarımızın fəziləti olan, hətta namazlarımızın fəzilətli olmasına səbəb olan saf məsələsi haqqında olacaq inşallah. Yəni aşağı yuxarı hər kəs elhamdülillah, yəni məscidə gələn qardaşlar davamlı namaz qıldıqları üçün, məscidə gəldikləri üçün yəni hər kəs bilir, fəzilətini bilir, amma xatırlatmaq lazımdır. Müəyyən İnsan unutkandır, insan bəzən nəfsinə yenilir, bəzən fəzilət arxasında olarsan, fəzilət peşində olarsan, bəzən qəflətə dalaraq qarşıdayını, belə deyək, haqqına girmiş olur. Ona görə bizim nəsiyyətimizi inşallah bizim nəfsimizdən deyil də Allahın və Rasulundan bilin inşallah. Namaz, Allah həmd olsun ki, Rəbbimizə şükürlər olsun ki, namaz qılan bütün müsəlmanlar, möminlərin bir hədəfi var. Yəni, bilirsiniz ki, 25-27 dəfə belə cəmaat namazı ilə tək qılınan namazın fərqi var, savabında. Yəni, fəzilətində fərq var. Ona görə davamlı və Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm də çox hədislərində cəmaat namazını teşvik var hədislərdə. Yəni, daha məscidlərə gəlin deyə, namazlarınızın məscidlərdə əda edin deyə. Amma onun yanında da unutmamaq lazımdır ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin məscid daxilində də bizə veriləcək tapşırıqları var. Yəni mesajları var. Yəni əməl edəcəyimiz məsələlər var. O cümlədən də elə birbaşa İmam Nəbəvi rahmetullah aleyhin, hamı bu əsərə yad deyil, Riyazus Salihin əsərindən oxuyacağımız Səhih Müslim, Buxaridə keçən hədislərdir. Onda vurğulamış olum. Və öncəlik elə hədis şərifdən başlayaq. Əbu Hüreyrə radiyallahu anh'dan rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. İnsanlar əzan oxumağın və namazda ilk səfdə yer almağın savabını bilsəydilər, sonra bunun üçün püş atmaq məcburiyyətində qalardılar və mütləq püş atardılar. Buxarda, Müslimdə keçən hədisdir. Yəni, bunu niyə indi söylədim? Bunu da vurğulamış oluram ki, yəni, oradan mən etməmək üçün təbii ki, teşvik var, amma işin içində ədəb var. Onu əsas bizim duracağımız mövzular, yəni, bunu səsləndirdiyim hədislərin əsas çoxumuz bilirik. Amma mənim əsas bu da deyəcəyim hədislərin üzərində olan mütaliəmizdir. Mütaliə etməkdir ki, buradan bir şey alaq özümüzə. Bax, gör nə qədər fəzilətlidir ki, hətta başqa bir hədislərdə rast gəlmişəm mən, bəlkə də siz rast gəldiniz. Cənnətdə deyir, ən uca boylu olanlar müəzzinlər olacaq. Cənnətdə ən uca boylu olanlar müəzzinlər. Yəni, əzan oxumaqdır, yəni müəzzinlik etməyin fəziləti çoxdur. Bir də birinci safda durmağın fəziləti çoxdur. Püş atardınız yəni. Yəni, orada bir incəliyə toxunmaq istəyirəm. Bax, əziz qardaşlar. Yəni, məni düzgün anlayalım, yəni, qardaşlar. Nə agresiya ilə bir söz demirəm, nə də ki, bir cümlələrimi bir ironiya ilə qurmuram. Sadəcə olaraq deyirəm ki, burada püş atmaq incəlinə diqqət edirəm. Orada diqqət ora verirəm. Baxın, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem fəziləti deyir və oranın nə qədər savab olduğunda bizim anlayacağımız şəkildə ifadə edir. İfadə edir və onun da yanında püş atmaq mənasında nədir? Bu da bir ədalət qorunur. Daha demir ki, hə, sən yaraşıqlı olansan, sən keç bura. Nə bilim, sən kimsən, nə bilim, sən daha çox gözümə yaxşı gəldin. Püş atmağı orada ədaləti bilək. Yəni, bu el arasında belə deyək də, bu püş atmaq bilirsiniz ki, nə şəkildədir. Yəni, şansa deməyək, Allahın qismətinə rahat deyək. O da Allahın nəsibi. Gör nəyə işarə var burada. Yəni, savabdır.
çox fəzilətlidir. Püş atardınız deyə oranın daha da həm fəzilətini ortaya qoyur Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm, həm də orada ədaləti qoruyur. Bax, mənim əsas vurğulayacağım budur. Ədaləti qoruyur. İndi bəzən misal üçün məscidlərimizdə, tək bizim məscidlərdə deyil, ümumi məscidlərdə baş verir bu. Bizim təbii ki məqsədimiz qınaq etmək deyil. Özümüzə çəki düzən verməkdir. Öz nəfsimizə, başda öz nəfsimizə, sonra qardaşlarımıza. Çünki biz özümüzə çəki düzən verməsək, yəni qeyriləri bizi, belə deyək, çəki düzən vermək niyyətləri olmaz təbii ki. Bizi nağarar, bir-birimizə vurmuş olar. İndi elə hədisləri oxuyacaq inşallah burada. Yəni özümüz də görəcəyik ki, nələr var. Ona görə bəzi qeyri-müslim dediyimiz nədir? Yəni İslamı sevməyən insanlar, anti-reklam edən insanlar bu şəkildə nağarar, fəzilət deyib insanların haqqına girir. Adi bir, məsələn, bir qardaşımız oradan bax, arxadan irəliyir, eləmi? Arxadan irəliyərkən bilə kimsəni incidəcək, çiyninə vuracaq şəkildə də belə irəliləməməlidir. Yəni sən fəzilətə koşursan, fəzilətə gedirsən, qaçırsan, amma kimsəni əzə-əzə getmək olmaz. Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir? Boş yeri doldurun deyir. Safda boş yeri doldurun. Və Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem adi bir məclisə gələrkən də mənə boş yer ayırın, mənə yer ayırın deməzdi o boyda Allah Resulü. Hətta təşviq eləyərdik, deyir, məclisə girməyin ədəbin belə Peyğəmbərimiz hədis şərifdə buyurur. Deyir ki, harada boş yer gördünüz, orada əyləşin, deyir. Məclisdə belə hədis şərif var yəni. Yəni bu bir nədir? Bu ədəbdir, bu ərkandır, İslam ədəb dinidir, İslam əxlaq dinidir. Ona görə biz hər tərəfli olaraq bir əməli etdiyimiz, icra etdiyimiz zaman belə, fəziləti əldə etdiyimiz zaman belə aman ədəbimizi ihmal eləməyəcəyik. Çünki o həddi aşanları gördün müdür? Onlar həlak oldu deyərkən, həddi aşmaq elə zənn eləməyin. Tək yəni, belə deyək, Allahın haram buyurduqlarını ifrada varmaq və yaxud da ki, dünyanın ifradına varmaq deyildi tək. Yəni, bilirsiniz ki, haşa, Peyğəmbərini Allah yerinə qoyma olmaz. Nə də sahabəni Peyğəmbər yerinə qoyma olmaz. Burada da ifrat var, həddi aşmaq var. Bugün var mı həddi aşanlar? Var. Durub sahabəni Peyğəmbər yerinə qoyur. Elə toplumlar var. Və yaxud da ki, hansısa bir kim olur olsun, Allah dostu olsun. Hər bir, necə Allah dostu olursa olsun, ən üstün təbəqədə olsun. Təbii ki, bizim həddimizə deyil. O böyük mürşid insanları, şəxsiyyətləri analiz eləmək. Amma bir yol var da, bilirsiniz ki, İslam deyəndə Quran və sünnəni yaşayan sahabədir. Heç bir müasirdən, tabiin nəslindən sahabəyə çata bilməz. Yəni, tabiin nəslində sahabənin yerinə qoyma olmaz demək istəyirəm. Orada da ifrat ola bilər, həddi aşmaq orada da ola bilər. Həddi aşanları gördünüzmü, onlar həlak olurlar. Yəni, nə demək istəyirəm, bilsinizmi? Fəzilət, aşk, eşq deyə durub insanı sahabə yerinə qoyma olmaz. Sahabəni də Peyğəmbər yerinə qoyma olmaz. İndi fəzilət deyib, savab deyib də orada da həddi aşmaq olmaz. İndi həddi aşmaqların müəyyən şeylər var. Təbii ki, biz müəyyən çərçivə içərisində danışmaq istəyirik ki, hər kəs mesajını alsın. Adi məsciddə bunu biz hər zaman vurğuluyoruz. Bizə gələnlər söylüyor. Biz qardaş kimi Allah rızası izah edirik. Əziz qardaşım, təbii ki, bu fəzilətdir. Amma qul haqqı önəmlidir, diqqət olunmalıdır. Yəni, birinci safı mən tuturam deyil. Birinci safın fəzilətinə qasa-qasa gələn nə xoşbəxtdir. Bax, sən məsəl üçün ləh gəlmişsən və yaxud da ki, o adam qurban verib. Bax, öz zamanını qurban veribdir. O, misal üçün deyək ki, getmir başqa yerə, gözünə haram, yuxusuna haram qatıbdır, tez gəlibdir. Allah ondan razı olsun. Birinci safda olanlardan söhbət gedir. Yəni, onun haqqıdır. Amma ki, bir şey var, incəliklə bir toxunmaq istəyirəm. Günümüzün gündəmdə olan bir, belə deyək, mənəvi xəstəliklərindən biri. Birinci safda adam özü yoxdur, adamın əşyası mı, sütrə mi, artıq sütrələr ləğv oldu. Əşyasını qoyub getməsi, qardaş, nə sən sünnədə görə bilməzsən mi? Nə dində də görə bilməzsən bunu. Heç adı yoxdur. Bu sənin nəfsinin peşində olmanı göstərir, qardaşım. Adam, misal üçün, bir incəli də söyləyeyim, onu da vurğulayım, haqqına girməyək. Adam dəstəma təzələməyə istəyir,
Əşyasını qoyub gedir ora, dəstəmaza. Onu heç kim heç deyə bilməz, qardaş. Adam əziyyət çəkib da indi. Dəstəmaz insanla sıxışdı. Bir qutkasını mı, telefonunu mu qoydu, getdi dəstəmaz almağa. Amma bunu vicdana buraxırıq biz. Biz hər zaman, bax, İslam dini də, həm də bilirsiniz ki, vicdan harada yerləşir? Qəlbdə, içərdə, insanın içində yerləşir. Onu vicdana buraxırıq ki, bu insan buranın papağını mı, nə əşyasını mı, nəyi mi qoyub görsən, gedir çöldə orada burada gəzirmi? O eləyirsə, bax, o qardaşlara söyləyirəm, qardaşcasını söyləyirəm ha. Kim olur olsun, yəni, məscidin xaricində olanlar, bu qardaşlardan mənim üstün heç kim ola bilməz. Belə bizim agresiya ilə danışmamıza baxmayın. İnnəməl müminə ixvatun. İman edəndir mənim qardaşım. Səfi də olsa mənim qardaşım. Düzü də olsa mənim qardaşım. Mən düzgün anlayın. Qardaş, o düzgün yolda deyildir. O kim ki, safa, əşyasını qoyur, gedir, gəzir orada, burada. Nəm havasını dəyişir orada, burada, gəlib buranın zanı telefon. O düzgün bir şey deyil. O, İslam deyil, nə İslama sığar, nə insaniyyətə sığar, qul haqqıdır qardaşım. Yəni, nə demək istəyirəm? Fəziləti də söylədik, onun vəbalını da söylədik. Bunu bir diqqət edin, əziz dəyərli qardaşlarım. İkinci hədis. Əbu Səid Əl-Xudri radiyallahu anh rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm əshabının arxa səhvlərdə dayanmağa can atdığını gördü və onlara belə buyurdu. Ön tərəfə gəlin və mənə uyun, sizdən əvvəlkilər də sizə uysunlar. Bir qövüm davamlı olaraq geriləyərsə, Allah onları geridə qoyar. Bax, bizim hər zamanda söylədiyimiz nədir məsciddə? Əziz qardaşlar, saflarımızı dolduralım. İndi ora gələcəm, sütun arasına gələcəm. Narahat olmayın, orada gələcəm. Yəni, qardaş, hələ bu safda olmayıb da arxa safda olur. Bax, Allah Rasulü nə deyir hədisiyat? Müslüm, İbn-i Macə, Əbu Davudda keçən səhih hədisdir. Müslüm, Salət 130. Nə deyir? Ön tərəfə gəlin və mənə uyun. Sizdən əvvəlkilər də sizə uysunlar. Bir qövüm davamlı olaraq geri gedərsə, Allah onları geri qaytarar. Yəni, hər zaman geridə qalarlar. Yəni, Allah demək ki, o toplumun da o cəmaatın bərəkətini alar. Biz hər zaman nə deyirik? Acizanə olaraq, imam olaraq nə deyirik? Qardaşlar, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem başqa bütün hədisləri burada söyləyə bilmir. Niyə görə? Vaxt azdır. Allah Resulü sallallahu aleyhi ve sellem'in də bu hədis şəriflər var ki, qardaşlar, hətta Peyğəmbərimiz safları gəzərmiş. Hətta safları, baxın, burada bir hədis var, inan ki, dəhşət bir şeydir. O hədis təbii ki, bizim axılımızı aşan bir şeydir. Və o hədisi oxuyum istəsiniz, ondan sonra deyim. Bax, Buxaridə, Müslimdə, Buxari azan 72, Müslim Salət 125-ci hədis. Ənəs radiyallahu anh rəvayət edilmişdir. Bir dəfəsində namaz üçün iqamə oxunmuşdu. Rasulullah sallallahu aleyhi və səlləm üzünü bizə tərəf çevirərək belə buyurdu. Səhvlərinizi dümdüz tutun və bir-birinizə möhkəm yapışın. Mən sizə arxadan da görürəm. O, hassa savaş olur, bir dənə xatırladığınızda Peyğəmbərimin özləri var, bilirsiniz. O savaşı Peyğəmbərimiz bizim müasir dildə anlatsaq, monitor misalı. Savaşı orada izləyir. Hədislər var yəni, Peyğəmbərin möcüzələrindən. Və hətta orada sahabələr deyir ki, deyir, ehtiyatlı ol, arxadan deyir, səni vuracaq deyə. Sahabələr deyir ki, kimə dedin sən belə? Adını unuttum, sahabənin adını çəkir orada. O savaşı göstərir Allah Azza və Cəllə Peyğəmbərə. Yəni, Peyğəmbərin möcüzələr var. Və burada deyir ki, möhkəm yapışın birimizə. Mən sizi arxamda da görürəm, dedi. Bu da mesajı anlayalım. Yəni, biz nə demək istəyirəm? Allah Resulü sallallahu aleyhi ve sellem safları o qədər titiz davranır ki, o qədər hədislər var ki. Yəni, imam deyir ki, qardaşlar, safları doldurun, hələ də doldurmayanlar var. Nə fikirləşirlər bilmirəm mən. Və gözümüzü oğruyub, görəm ki, arxa saflardan hansısa yenə də boşdur ora. Qardaş, fəziləti qazanan sənsin. Hətta Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm bir hədis şərifində deyir ki, bir yerdə safda boş yer olarsa, deyir, o safı dolduran Allah rəhmət eləsin, deyir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm hədis şərifi. Açın, oxuyun. Yəni, rəhmət qazanmaq istəmirsən bu safı tez doldurub. Allahın, Rasulunun duası var sənin üzərə. Və hədislər üzərində danışırıq inşallah, davam edirik. Əbu Məsud radiyallahu anh rəvayət edildiyinə görə yenə
Allah Resulü sallallahu aleyhi ve sellem deyir, namaza başlayacağımız zaman Resulullah sallallahu aleyhi ve sellem çiğinlerimizi vurarak belə buyurdu. Bax, çiğinlerimizi vurarak. Bu da Müslim'də, İbn-i Mace'də keçən, Abu Davud'a keçən hədisdir. Namaza başlayacağımız zaman deyir, çiğnimize vurdu deyir. Bax, səhvləri düzgün tutun, irəli geri durmayın. Sonra qəpləriniz də bir-birindən fərqlənər. Yaşlı və elmli olanlarınız mənim arxamda olanlardan sonra gələnlər daha da arkada da sonra gələnlər lap arkada dursunlar. Bax, burada da bir mesaj var. Yaşlı və elm sahibləri. Yəni təbii ki, mən hər zaman görmüşəm, Allah razı olsun. Birinci safda duranlar hər zaman hafizlərə, yəni elmli insanlara yol verirlər. Elə də olmalıdır, gözəl, əlhamdülillah. O şeydə problemimiz yoxdur, həmd olsun. Yəni buna da diqqət olmalıdır və özellikle bu hədisin üzərində qəlblərinizdə bir-birinizdən fərqlənər. Baxın, düşünsənə, möminlər bir olmalıdır. Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir hədis şərifində? Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız. İman etməsəniz cənnətə girənməzsiniz. Mən sıx durduğum zaman, indi o hədisdə oxuyacaq inşallah, adam məndən aralı durur. Az qala tutubun qolundan çəkim, belə vurum özümə. Çəkirəm, çəkilir. Sən məndən ilgənirsənmi? Qardaş, bütün möminlər qardaşdır ayəti var. Və bir-birini sevmədikcə iman etmiş olmazsınız. Nətər iman etmirsən sən? Sən biraz çiyinin belə deyəndə belə diksinirsən sanki. Ona mənə gəlib deyənlər var. Müəllim, bu qardaşlar niyə bilir? Mən sıx dururam, aralı durur. Bu incələ söyləyeyim. Bir mənalı danışmayan. Kimsənin ayağını taftalamaq yox ha. Saf tuturam deyib, kimsənin ayağını taftalamaq. Saf tuturam deyib, orada yer yoxdur. Bu boyda vücudumla özümü soxuram ora. O da olmaz ha. O başqa şeylərdir. Bir də var ki, bax, nə deyir hədis-i şərifdə? Sahabələrin deyir, çiyinlərində, yəni o, belə deyək, əbalarımı, paltarımı deyir, sökülərmiş deyir, o qədər sıx durarlarmış ki. Sıx durmanın əhəmiyyəti. Ona görə diqqətli olmalıyıq, qardaşlar. Yine Buxarıda keçən hadis. Numan bir Bəşir radiyallahu anh rivayet olunur. Resulullah sallallahu aleyhi ve sellem eşittiğini, belə də eşittiğini söylədi. Səhvlərinizi düzəldin, yoxsa Allah Teala aranıza düşmənçilik salar. Yəni, gör səhvlərdə nə qədər hikmətlər var, Allah Allah. Yəni, qəlblərimiz ayrı-ayrı olur, düşmənçilik ola bilər. Gör, nə fəsadlar var, gör, nə hədislər var. İbn Ömər radiyallahu anh rivayet edildiği günə Resulullah sallallahu aleyhi ve sellem belə buyurdu. Səhvlərinizi düz tutun, çiyinlərinizi eyni səviyyədə gətirin, araları doldurun, səhvi düzəltmək üçün əlinizdən tutub çəkən qardaşlarınızla mülayim rəftar edin. Şeytanın girə biləcəyi boşluqlar qoymayın. Allah səhvləri bitişik tutanların qəlbini xoş edər. Səhvləri bitişik tutmayanlara nimətlərini kəsər. İndi o qardaş onu çəkdi, səhvini sıxlaşdırdı, o fəzilətin qazandı. O qaçan var ya, o qaçan. İşte nədir axırda? Nimətlərini ondan kəsər. Məhrum qalırsan, əziz qardaşım. Etmə yəni belə. Ənəs radiyallahu anh rivayət olduğuna görə Resulullah sallallahu aleyhi ve sellem belə buyurdu. Səhvlərinizi sıx tutun, səhvlərin arasını yaxınlaşdırın, boyunlarınızı bir səviyyəyə gətirin. Nəfsimi əlində tutan Allaha and içirəm ki, səhvin boş qalan yerindən şeytanın tüksüz qara qoyun kimi girdiyini görürəm, deyir. Bu da Peygamber Efendimiz Aleyhisselam'ın özüne, Allah'ınla verdiği möcüze. Bak, şeytan aramıza girir. Yani kardeşler çok dikkatli olacağız. Yani namaza gelirik, elhamdülillah, həmd olsun. Fəzilətdir, cemaatla namaza gelirik. Ama o fəzilətdə bile şeytan orada əlləşir ki, oradan alsın, savabı alsın. Yine Enes radiyallahu anh rivayet edildiğine göre Resulullah sallallahu aleyhi ve sellem belə buyurdu. Əvvəlcə ilk səhvi tamamlayın, sonra arkadaki səhvləri doldurun. Baxın, əvvəlcə ilk səhvi tamamlayın, sonra arkadaki səhvi doldurun. Əgər əksik qalarsa son səhvdə qalsın. Bu da nə mesaj verdi? Görürsən ki, bilirsiniz ki, safdan sonra safın doldurması ondan sonra gələn cərgəyə aiddir da. Onu normal bir şeydir. Yəni, mexanik olaraq bilinən bir şeydir. Baxırsan ki, səhv dolur, gedir düşür ustunun arasına, onlar hamısı boş qalır, keçir arxaya.
Qardaş, orada birlik, bərabərlik. Çünki safdan sonra safın gəlməsi boş yer qaldığı üçün orada nur azalar, əziz qardaşlar. Özdə bilirsiniz ki, İslamda, şəriətdə nas dediyimiz bir ekol var, dəlil var. Quran-ı Kərim və sünnədən gələn haramlar məlumdur. Yəni, o Peyğəmbər Əfəndimiz s.ə.v deyir, halallar bəlli, haramlar bəlli. Yəni, siz şübhədən qaçın. Yəni, orada nə ifadə edir? İslam şəriət hər şeyi halalı ilə, haramı ilə, şübhəsindən bəlli edir. Bir şeyin haram olması, yadda saxlayalım ki, bir şeyin haram olması, o sübhdə də haramdır, zöhrdə də haramdır, ilkində, yəni əsr namazında da haramdır, məğribdə də, işıda da haramdır, qardaş. Məhkruh varsa bir şeydə və məhkruh özdə iki yerə bölünür, bilirsiniz. Tənzihən və təhrimən məkruh. Xoş görülməyən məkruhdur, yəni. Sütunun arasında durmaq xoş görünməyən məhkruhdur. Amma bütün ulema, yəni istər sələf alimləri olsun, istər məzhəb alimləri olsun, hamısı cavaz görmüşdür durmağı. Çünki bugün müqəddəs yer olan Məkkədir, Mədinədir, hamısında sütun var, qardaşlar. Yəni zərurətdir, qardaş. Bu sütun budur. Olmasa bu gələr, yuxarı aşağı gələr. Ona görə, qardaşlarım, bu kimi şeylər bizi yormasın, əziz dəyərli qardaşlarım. Bir-birimizi yormayalım şeydə. Bir olağın, bildiyimizi qoruyağın. Və son hədisi oxuyaraq tamamlayıram inşallah. Əbu Hüreyrə radiyallahu anh rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu: İmamı ortanıza alın və səhvlərdəki boşluqları doldurun. Yəni biz hər zaman söyləyirik, məsələn bilirsiniz ki, birinci safdan cəmaat hardan başlayır safa duranda? Ortadan başlayır da. Ortadan sağa və sola. Yəni mən bəzən görürəm, düzdür, əlbəttə Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm hədislərdə oxumuşuq, yəni əlhəmdülillah, məlumatımız var. Sağda olanlara Allahın rəhməti var. Özəl Peyğəmbərimizin duası var. Amma safı doldurarkən də ortadan başlayın, yəni belə. Sağa doğru gedin demək istəyirəm. Yəni imamı tamamlayın, yəni. Bunu da diqqət edin inşallah. Bu nə deməkdir əziz qardaşlar? Bu bəlkə bir texniki olaraq bir bilgi olar. Amma hədislər, şərəflər üzərindən danışır təbii ki. Allah Rasulunun sözüdür bu. Amma bu bizim bir-birimizə olan qardaşlığımızı, namazımızın fəzilətini, möminlərin, ümmət-i Muhammedin bərəkətini artırır əziz qardaşlar. Bax görürsünüzmü? Qəlbləri dil ayırar deyir, əgər ayrı durarıqsa. Bir-birimizin içində nifaq düşər. Çünki hər kəsdə bir enerji var, əziz qardaşlar. Hər kəsdə bir danılması yəni mümkün deyil. Heç kim dana bilməz onu. Mənəvi enerji var. O saflar durduğumuz zaman paylaşılma olur. Bərəkət olur, sevgi artır. Ona görə sonlara onu deyim ki, safı tutarkən bir-birindən qaçan qardaş bilsin ki, o qaçanında problem var. Sənin içində bir problem var. Ged içini müalicə elə. İç aləmi müalicə elə. Ona görə diqqətli olun. Allah cümləmizi belə məsələlərdən dolayı içimizə nifaq salmaq Rəbbim izin verməsin. Yəni bizə kamil şəkildə düşünməyi, gözəl bir şəkildə İslamı, irfani bir şəkildə yaşamağı nəsib eləsin. Allah cümləmizi fitnədən, fəsaddan mühafizə eləsin. Amin.